F bərabərdir. Delta P bölünsün delta T'dən qüvvəni tapa bilərik. Ancaq gedilən yolun uzunluğunu tapmaq üçün təcil lazımdır. Təcili tapmaq üçünsə kütlə lazımdır. Amma kütlə yoxdur. Deməli, mən burada ancaq təsir edən qüvvəni tapa bilirəm. İlk növbədə qüvvəni proyeksiyaya ayırmaq lazımdır. Bucağa bitişik olan proyeksiyası olacaq F kosinus alfa. Digəri olacaq F sinus alfa. Sonra ağırlıq qüvvəsi var mg. Bir də dayağın reaksiya qüvvəsi var n. Sürtünmə qüvvəsinin düsturu necədir? F sürtünmə bərabərdir mü n. Mü sürtünmə əmsalı n də dayağın reaksiya qüvvəsi. İndi baxın. Bu cisim belə bir qüvvənin təsiri ilə dartılanda üfüqi müstəvidə hərəkət eləyəcək. Şaquli müstəvidə yox. Ona görə də bu iki qüvvənin cəmi buna bərabər olmalıdır ki, şaquli müstəvidə heç bir qüvvə qalmasın. F sinus alfa üstəgəl n bərabər mg. Buradan n'i tapırsınız. Mg minus F sinus alfa. Və aparıb qoyursunuz sürtünmə qüvvəsinin düsturunda yerinə. Mü vurulsun mg minus F sinus alfa. Havanın müqaviməti nəzərə alınmırsa, deməli bu ağırlıq qüvvəsinin təsiri altında hərəkətdir. Bu zaman H maksimal bərabərdir V0-ın kvadratı bölünsün 2J'dir. Yəni orada kütlə yoxdur. Buna görə biz sadəcə sürətlərə baxacağıq. Sürətin kvadratı ilə düz mütənasib asılıdır. Yəni 3 bir-birinə bərabər olacaq. Onlar da birdən çox olacaqlar. Çünki onların sürəti çoxdur. H2 bərabər H3, onlar da böyükdür 1. C variantı. Joule-un yerinə yazacağım kiloqram vur metrin kvadratı böl saniyənin kvadratı. Vur saniyə, aşağıda da kiloqram vur metrin kvadratı. Bu ilə bu gedir. Bu ilə bu gedir, bu ilə də bu gedir. Qalır 1 böl saniyə, o da tezliyin vahididir. V bərabər kökün altında J'nin bölünsün, R üstəgəl H-dır. Ona görə kök altı mütənasibdir. Müəyyən qiymətdən başlayıb azalmalıdır D variantı. Çünki H olmasa da belə onun qiyməti var. 6-cı sual. Deməli, məlumdur ki, görülən iş eyni işarə ilə kinetik enerjinin dəyişməsinə bərabərdir. Biz buradan kinetik enerjinin dəyişməsini tapa bilərik. Və digər tərəfdən iş həm də F əvəzləyici vurulsun S-dir. Onda bizə lazım olacaq təcili tapmaq üçün kütlə. Çünki biz burada delta YK bərabərdir M, A, S yazarıq. A-nı tapmaq üçün də delta YK-nı qrafikdən görürəm, S-i də görürəm. Bir dənə M çatışmır. Kütlə. Y variantı. Sərbəst düşən cismə təsir edən ağırlıq qüvvəsinin işinin düşmə müddətindən asılılığı. Sərbəst düşürsə V0 0-dır. S bərabərdir J T kvadratı bölünsün 2-dir. A bərabərdir Fs yazıram. F'in yerinə mg ağırlıq qüvvəsindən söhbət gedir. S'in də yerinə gt kvadratı bölü 2 yazıram. Və buradan da görürəm ki, kvadratik asılıdır. Cisim sərbəst düşürsə, belə çıxır ki, havanın müqaviməti nəzərə alınmır ki, bu sərbəst düşürdə. Ancaq mg təsir eləyir. Ağırlıq. Onda da enerji saxlanır. Ona görə də kinetik 10 joule artarsa, potensial 10 joule azalar, ancaq tam enerji dəyişməz, saxlanır. Sükunət sürtünmə qüvvəsinin maksimum qiyməti sürüşmə sürtünmə qüvvəsidir. Mü ilə üfüqi müstəvidə təyin olunur. Ona görə də materialdan asılıdır və kütlədən asılıdır, sahədən asılı deyil. 1, 2. Elastiklik qüvvəsi Kx, o da bərabər mg olur tarazlıq halında. Birincidə elə mg'dir, ikincidə mg'dir, üçüncüdə isə 2 mg'dir. Yəni, elastiklik qüvvəsi bunlarla tarazlaşacaq. Onda belə çıxır ki, ən çox üçüncüdədir, 1 ilə 2-də bir-birinə bərabərdir. Buna uyğun da Y variantıdır. Yəni, bunlara baxmağa ehtiyac yoxdur. Çünki burada tarazlıq halında F elastiklik ağırlığa bərabərdir. K nədə rol oynayır desəz, uzanmalar da rol oynayır. Bir də orada tarazlıq sözü qeyd olunmalıdır. Sərbəst düşmə təcilinin düsturu Jn bölünsün R plus Hn kvadratıdır. Əgər burada 4 dəfə azalıbsa, deməli H bərabərdir. R olub ki, R-in üzərinə bir dənə də R gəlib kvadrata yüksəldəndə 4 verib. Yəni H1 R-ə bərabərdir. H2 bərabər
2R olub ki, 2R-in üzərinə bir dənə də R gəlib kvadrata yüksəldəndə 9 verib. H2-ni H1-ə böləndə də bizə verəcək 2R böl R. Olacaq 2. Sərbəst düşən cisim üçün V0 0-dır. Hansı ifadələr doğrudur? Bərabər təcillə hərəkət edir. Bəli, təcil də J-yə bərabərdir. Bərabər sürətlə hərəkət etmir. Çəkisi mc düsturundan yox. Sərbəst düşmə zamanı çəki 0-dır. Bərabərdir mc minus J. O da 0-a bərabər olur. Bu düzdür. 1 ilə 4. J aşağı yönəlir. Və aşağı yönələndə də ki, axı çəkin düsturu mc minus A-ydı. A-nın da yerində J durur. Ona görə 0 verir. 13 D variantıdır. F M1 M2 bölünsün R kvadratı. Təcilin qiyməti 2-dir. Özü də şaqülü yuxarı yönəlib. Cismin kütləsi də 20 kiloqramdır. Ağırlığı ilə mc ilə tapılır. Yəni ki, 20-ni vururuq 10-a. Bu da eləyir 200 Newton. Amma çəkini tapmaq üçün təcil yuxarı yönəlibsə mc plus A. M 20-dir, J 10-dur, A da 2. 20-ni 12-yə vurmaq lazımdır. Bu da eləyəcək 240. D variantı. M kütləli cismə mail müstəvidə ağırlığı təsir eləyir. Onda 2 dənə proyeksiyası olur. mc kosinus alfa, mc sinus alfa. İndi maksimum sükunət sürtünmə qüvvəsi mc sinus alfaya bərabər olur. Sürüşmə sürtünmə qüvvəsi isə onu da tapmaq lazımdır. Mü n, n-in də yerinə burada qoyacağıq. mc kosinus alfa ilə tarazlaşır deyə mü mc kosinus alfa. Belə. Mail müstəvinin meyl bucağından hər ikisi asılıdır. Çünki sükunətdə aşağı doğru mc sinus alfa var axı. Sükunətdədirsə deməli yuxarı doğru da elə mc sinus alfa var. Sürtünmə əmsalından asılıdır. Sürüşmə sürtünmə qüvvəsi asılıdır, amma sükunətdə mü yoxdur. Mail müstəvinin meyl bucağı artdıqda azalır. Sinus alfa bucaq artanda artır, amma kosinus artanda azalır. Yəni 4 buradır, amma 5 buradır. Bucaqla kosinus elə bil ki tərsdir. Və mc sinus alfa sükunət sürtünmə qüvvəsinin düsturudur. Kubun kütləsi m bərabər rho v-dir. Rho v-nin yerinə də a kubu qoyuruq. 2 dəfə böyükdürsə, indi m1-dir, indi m2-ni yazıram. Rho v2. Buna da v1 deyək. Rho vurulsun 2a-nın kubu. Bu da bizə verəcək 8 rho a kubu. Yəni ki, kütlə 8 dəfə artdı. Ancaq bunun sürtünmə əmsalına dəxlisi yoxdur, asılı deyil. Sürtünmə qüvvəsini soruşsa, mü mc-dir. Amma sürtünmə əmsalı asılı deyil. Deməli, kinetik enerjinin düsturu mv kvadratı bölü 2-dir. Burada da ki, v bərabər 2 pi r bölü t-dir də düsturumuz. Burada qoysaq yerinə, sonra kvadrata yüksəldirəm. 4 pi kvadratı r kvadratı bölü t kvadratı. Onda kinetik enerjidə periodla tərs mütənasib asılı olur. Dinamometrlə ölçülür. Çəki qüvvə olduğu üçün ölçülə bilər. Sürtünmə qüvvəsi də ölçülə bilər. Cismin dayağa göstərdiyi təzyiq. Təzyiq yox. Təzyiq ölçülməyəcək. Təzyiq qüvvəsi ölçülə bilər. 1-2. Gücü veriblər 20.000. Sürəti veriblər 72 km böl saat. 18-də 5-ə vuraq ki, metr böl saniyəyə keçirək. 20 metr böl saniyə. Deməli, düsturu çıxardım. N bərabər A böl T. A-nın yerinə Fs qoy. S-i T-yə böləndə də sürət verəcək də. F. İndi buradan da F-i tapmaq lazımdır. N böl V. 20.000-i böləcək 20-yə. Bu da eləyəcək 1000. A bərabər YS bölünsün E0-dır. Yəni F böl X olmağına baxmayaraq F-dən asılı deyil. Ona görə dəyişməz. Y potensial bərabər F kvadratı bölünsün 2K-dır. K dəyişmir. Qüvvə 2 dəfə artarsa, potensial enerji 4 dəfə artar. Deməli, sürətin düsturu kökün altında Jn bölünsün R üstəgəl H-dır. J'nin düsturu Jn bölünsün R üstəgəl H-ın kvadratıdır. Aha.
Deməli, burada bizə verib ki, JM bölünsün. R-in üstünə H gələndə 4000 eləyir. 4000 kilometr kvadratı bərabərdir 4 metr böl saniyənin kvadratı. Onda buradan JM bərabər olacaq 4 metr böl saniyənin kvadratı vurulsun 4000 kilometrin kvadratı. JM bərabər olacaq 4 vur. Metri kilometrə vurmaq olmaz. Ona görə çevirmək lazımdır. 4000 kvadratı kilometr metrə çevirəndə 1 kilometr 1000 metrdir. 1 kilometrin kvadratı da olacaq 10 üstü 3'ün kvadratı. O da 10 üstü 6. Yəni bu 10 üstü 6'ya vurulmalıdır. Onda V bərabər kökün altında JM bölünsün R üstə gəl H-da. JM-in yerinə gətirib qoyacaq. 4 vurulsun 4000'in kvadratı vurulsun 10 üstü 6 böl. R üstə gəl H-da bizə 4000 verir də. Ancaq o da kilometrlə də onda 10 üstü 3'ə vurum ki metrə çevrilsin. Hamısı metrlə daxil. Bu ilə bu gedəcək. 10 üstü 3 ilə buradan 10 üstü 3'ü gedər. Qalacaq V bərabər kökün altında 16 vurulsun 10 üstündə deməli 3 dənəsi burada 3 dənə 10 üstündə 6. 4 vurulsun 10 üstündə 3 metr böl saniyə. O da olacaq 4 kilometr böl saniyə. Deməli, burada havanın müqaviməti əgər nəzərə alınmırsa, sürəti sabit saxlasam, onda atılma hündürlüyündən asılı olar. Əgər hündürlük eyni qalsa, onda da başlanğıc sürətdən asılı olur, amma kütlədən yox. Cismin tezliyini 3 dəfə artırın deyir. N2 bərabər 3N1. İmpulsu P2 bərabərdir. P1 üstə gəl 20. Başlanğıc qiyməti hesabla P bərabər MV-dir. M qalsın. V-nin yerinə 2pi Rn qoyaq. R konstant olanda Pn-dən düz mütənasib asılıdır. Tezlik 3 dəfə artıbsa, bu deməkdir ki, impuls da 3 dəfə artmışdır. Bu tərəfləri eynidir, onda bu tərəfləri də bərabərləşdirəm. P1 üstə gəl 20 bərabərdir 3P1, 2P1 bərabərdir 20, P1 də 10 eləyəcək. Hərəkətə başlayır deyirsə, deməli bu yeyinləşən hərəkətdir. Dartı qüvvəsi sürtünmə qüvvəsindən çoxdur. F dartadan F sürtünməni çıxıb MA-ya bərabər edirəm. F dartı minus sürtünmə qüvvəsi üfüqi müstəvidə müMJ-dir. 0.5-dir, M4-dür, J-də 10. Bu da eləyəcək 20. 20 M4'dür, A'daki 2'dir. Bunda 28. F dartı bərabər olacaq. 20 üstə gəl 8. Bu da 28 Newton. Sükunətdən başlayırsa, o yeyinləşəndə dartı sürtünmədən çoxdur demək ki. Deməli, A bərabər mənfi delta Y potensialdır. İş müsbətdir deyir. Onda belə çıxır ki, delta Y potensial mənfi olub. Yəni ki, potensial enerji azalıb. 1, 4, K sərtlik əmsalı asılı deyil. YS bölünsün E0'da onun düsturu. Elastiklik qüvvəsi azalır. Deməli, P faydalı veriblər 20 kilovat 10 üstü 3 watt olacaq. Sürəti də veriblər 0.5. Kütləni soruşur. P faydalı bərabərdir. A böl T. A faydalı bölünsün T. A faydalının yerinə MJH yazacağım bölünsün T. H böl T'də mənə V verəcək. MJV bərabərdir P faydalı. Buradan da M'i tapmaq üçün P faydalını JV'yə böləcəm. Neçədir qiyməti? 20 vurulsun 10 üstü 3 böl J10'dur. V'dəki 0.5'dir. Bu da olacaq 4 vurulsun 10 üstü 3. A bərabərdir. Delta Y kinetikdir. Ona görə də əgər kinetik enerji artırsa, yəni sürət artıbsa, yeyinləşən hərəkətdirsə iş müsbət olur.
kinetik enerji azalıbsa, yəni sürət azalıbsa, onda iş mənfi olur. Əgər ki, kinetik enerji dəyişməsə, onda demək ki, işdə olacaq 0. Əvəzləyici qüvvədə. İndi burada sürət artır. Deməli, iş müsbət olacaq. 0T1 intervalında. T1, T2 intervalında sürət dəyişməyibsə, kinetik enerji dəyişməyib. Deməli, iş 0-dır. T2, T3 yavaşlayan hərəkətdə orada iş mənfi olacaq. Sonra T3, T4 yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkət olduğu üçün orada da iş müsbət olacaq. Və T4, T5 bərabər sürətli hərəkət olduğu üçün əvəzləyici qüvvə 0-dır. Buna görə işi də 0 olacaq. T4, T5. Biz burada yoxlayacağıq. Əgər enerji saxlanırsa, onda demək ki, sürtünmə qüvvəsi təsir etməmişdir. Enerji saxlanmırsa, deməli sürtünmə qüvvəsi təsir etmişdir. Əvvəl burada sadəcə yayın potensial enerjisi var. Onu hesablayaq. Kx kvadratı bölünsün 2. 1000 vurulsun 0,1'in kvadratı bölünsün 2. Bu edəcək 5 joule. Daha sonra cisim bu hündürlüyə çıxanda onun potensial enerjisi olacaq. mgh, bir də sürəti var. mv kvadratı bölü 2. 0,2, 10, h da 1 metrdir. Maksimum sürəti 4'dür. 4'ün kvadratı 16 bölünsün 2. Bu da olacaq 3,6 joule. Deməli, enerji itkisi oldu. 5 joule oldu 3,6. Deməli, sürtünmə qüvvəsi təsir edib. Həmin bu itirilən enerji sürtünmə qüvvəsinin işinə sərf olunur. Cismin kinetik enerjisinin getdiyi yoldan asılılıq qrafiki verilir. Cismin kinetik enerjisi başlanğıcda artır. Sükunət alınan, deməli, yeyinləşən hərəkət edir. Sonra azalır, deməli, yavaşlayan hərəkət edir. Sonra sabit qalır, deməli, bərabər sürətli hərəkət. Delta YK bərabər Fs-dən F-i tapsam olacaq delta YK bölünsün S. 2Y-dən 0'a çıxıb başlanğıcda S-ə böləcəm. 2Y bölünsün S. Buna 2F deyək. Sonra F2 bərabər olacaq. Y çıxılsın. 2Y bölünsün. Buradan bura qədər S. Bu da olacaq mənfi Y bölü S. Buna mənfi F deyək. Və F3. Orada isə ümumiyyətlə kinetik enerji dəyişmədiyindən 0'dır. Deməli, məndən modulunu istəyir. Proyeksiyasını deyir yoxsa? Deməyib modulunu. Deməli, əvvəl müsbətdə sabit olacaq. Qiyməti də olacaq 2F. Sonra mənfidə sabit olacaq. Qiyməti də olacaq F. Sonra isə ümumiyyətlə 0 olacaq. Cisim A nöqtəsindən sərbəst buraxılırsa, deməli V0 0'da. H1 məsafəsini T1 saniyəyə, H2 məsafəsini T2 saniyəyə düşür. T1 bölünsün T2 bərabərdir 2'dir deyir. H2 böl H1'i biz tapmalıyıq. Deməli, H1 üçün yazacağım. J T1'in kvadratı bölünsün 2. Və H1 üstə gəl H2 üçün yazacağım. J T1 üstə gəl T2'nin kvadratı bölünsün 2. T1 bərabər 2T2'dir. Onda bu bərabər olacaq J 4T2'nin kvadratı böl 2. Gətirib H1'in yerinə yazıram J 4 T2'nin kvadratı böl 2. Üstə gəl H2 bərabərdir J T1'in yerinə 2T2 yazım. Belə yazım. Bu da belə olacaq. 4 J T2'nin kvadratı böl 2 üstə gəl H2 bərabər olacaq. 9 J T2'nin kvadratı böl 2. Buradan da H2 bərabər olacaq. 5 J T2'nin kvadratı böl 2. H2 böl H1'i istəyirdi. Baxın. H1
4 gt2-nin kvadratı bölü 2-dir. H2-dəki 5 gt2-nin kvadratı bölü 2-dir. Bu da olacaq 5 bölü 4. 1 tam 4'də 1, 1 tam %25.